Salam, sabahınız xeyir olsun, dəyərli Space TV izləyiciləri. Yeni ayın ilk günündə hər birinizi xoş gördük. Bugün təqvim dekabr ayının 1-ini göstərir. Yenə də Space televiziyasının efirində xəbərin izində proqramı ilə sizin qarşınızdayıq. Bugün də 2 saatlıq efir boyunca sizə Azərbaycandan xəbərlər çatdıracaq, önəmli hadisələrdən xəbəriniz olacaq əsasən və eyni zamanda da bizim qaynar xəttimizə gələn şikayətləri yenə də aidiyyatı qurumların diqqətinə çatdıracaq. Düzdür, sizə təqdim eləyəcəyimiz materiallarımız həddindən artıq çox olacaq, amma bəzisinin qısaca anonslarını diqqətinizə çatdırmaq istəyirəm. Yeri gəlmişkən ilk olaraq bildirmək istəyirəm ki, bugün Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən 5 il ötür. Əli Kərimli və müşaviri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olundu. Milli Şuranın sədri sabiq deputat Cəmil Həsənli də Ramiz Mehdiyevin cinayət işi üzrə dövlət təhlükəsizlik şahid qismində. Sakini övladına verilən alimenti vaxtı-vaxtında ala bilmir, kömək üçün Space TV-yə müraciət edib. İçməli su qıtlığından təngə gələn qala sakinləri qəsəbədən köçürlər. Bəs problemin həlli istiqamətində niyə addım atılmır? Bununla da bağlı xəbəriniz olacaq. İndi isə daha ətraflı, az öncə anons etdiyim kimi Laçının işğaldan azad edilməsindən 5 il ötür bugün Azərbaycanın Laçın rayonunun düşmən tapdağından azad edilməsinin 5-ci ili tamamlanır. Prezident İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan imzaladığı 10 noyabr tarixli 3 tərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb. Qeyd eləyək ki, Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə mədəni məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan eləyiblər. İşğal nəticəsində 63.341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüşdü və 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və ya itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarixi mədəniyyət abidəsi işğala məruz qalıb. Qeyd eləyək ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla bugün Laçın şəhər günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan ordusunun Laçın şəhərində avqustun 26-sında yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev Azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri Twitter səhifəsində elan etdi. 29 noyabr AXCP sədri Əli Kərimli və AXCP sədrinin müşaviri Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarış aparılıb. Daha sonra onlar Dövlət Təhlükəsizlik Xidmətinə aparılaraq orada dindiriliblər. Ötən gün isə hər iki şəxs Prezident aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə deməli, artıq şübhəli şəxs qismində istintaqa cəlb olunublar. Hələlik onlara ittiham elan olunmayıb. Qeyd eləyək ki, axtarış zamanı Əli Kərimlinin evindən milyarderlər ittifaqı ilə əlaqəyə dair materiallar Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redakta variantı və sair sənədlər tapılıb. Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193
1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. Səbail rayon məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barəsində cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barəsində verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. Cəmil Həsənli də Dövlət Təhlükəsizlik Xidmətində dindirilib və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Cəmil Həsənli Dövlət Təhlükəsizlik Xidmətində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Milli Şuranın sədri sabiq deputat Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizlik Xidmətində şahid qismində dindirilib. Cəmil Həsənlinin ifadəsi alındıqdan sonra o sərbəst buraxılıb. Qeyd edək ki, Cəmil Həsənli dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılmışdı. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilmişdir. Onu da xatırladaq ki, Milli Şuranın sədri sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. O, sosial şəbəkə hesabında bildirib ki, güya qızının ailəvi tədbiri ilə bağlı həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı isə ölkəni tərk edib gedib. Davam edirik, dəyərli izləyicilərimiz. Bizim daimi izləyicilərimiz bilir, amma bilməyən izləyicilərimiz üçün qaynar xətt nömrəmizi təqdim etmək istəyirəm. 077-379-0747. Qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı dəyərli izləyicilərimiz bizim qaynar xəttimizə foto və yaxud da ki, video, eyni zamanda probleminiz varsa, həlli olunması istəyirsinizsə, probleminizi izahlı bir şəkildə video formatda çəkərək bizim qaynar xəttimizə göndərə bilərsiniz. Biz də buradan işıqlandıraq. Azərbaycan dövləti qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı son illər daha da gücləndirib. Artıq vətəndaş cəmiyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də öz işini deməyi, öz sözünü deməyi bacarır. İndi həm dövlətin dəstəyi, həm də qeyri-hökumət təşkilatlarının artan fəallığı yeni imkanlar açır. QHT siyasəti son illərdə real nəticələr verib. Artıq Azərbaycan QHT sektoru təkcə ölkə daxilində fəaliyyətindən kifayətlənmir. Beynəlxalq təşəbbüslərdə də fəal iştirak edir. Bunun ən bariz nümunəsi 2025-ci ildə yaradılan iki böyük beynəlxalq şəbəkədir. Apreldə 116 ölkənin iştirakı ilə Bakıda Qlobal Cənub QHT platforması təsis olunub. Bu günlərdə isə Türk Dövlətləri Təşkilatının üzv ölkələrin QHT platforması yaradılıb. Hər iki quruma ilk rəhbərliyi Azərbaycana həvalə edilib və onların daimi qərargahı Bakıda yerləşəcək. Milli QHT forumunun sədri Ramil İskəndərli deyir ki, bütün bunlar həm də ölkə daxilində vətəndaş cəmiyyətinin güclənməsi deməkdir. Azərbaycan QHT-ləri deməli Azərbaycan dövlətinin bu və ya digər sahədə həyata keçirdiyi siyasətin dövlət proqramlarının, milli fəaliyyət planlarının həyata keçirilməsində bilavasitə iştirak edir. Bu Azərbaycan QHT-lərini dövlət orqanları ilə həyata keçirilən dövlət siyasətində bir tərəfdaş kimi artıq göstərir. Bu nailiyyətlər təsadüfi deyil. Son 5 ilin təhlili göstərir ki, Vətən müharibəsindən sonra vətəndaş cəmiyyəti daha da birləşib və milli maraqların müdafiəsində vahid mövqedən çıxış edib. Bunun nəticəsində QHT sektoru artıq xarici siyasət istiqamətlərində belə dövlətə dəstək verə biləcək səviyyəyə çatıb. 44 günlük müharibə dövründə Azərbaycan qeyri-hökumət təşkilatları, əlbəttə ki, Azərbaycan dövləti, onun rəhbəri, Ali Baş Komandanı İlham Əliyevlə birgə, yəni o həmrəylik nümayiş etdirərək bir sıra təşəbbüslərdə bulundu və Azərbaycanın xüsusilə haqq səsinin o dövrdə çox vacib olan beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyətli rol oynadı. Bundan başqa bilirsiniz ki, keçən il Azərbaycanda COP29 keçirildi. İqlim məsələləri ilə bağlı, iqlim ədaləti məsələlərində qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin, nəinki Azərbaycanın, eyni zamanda az inkişaf etmiş ölkələrin,
QET-lərinin bu prosesə cəlb olunmasında aktiv şəkildə iştirak elədilər. QET-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə xaricdə keçirilən tədbirlərin də sayı əvvəlki illərlə müqayisədə 3,5 dəfə artıb. Təkcə 2024-cü ildə Azərbaycan QET-ləri 7 ölkədə 25 tədbir təşkil edib. Bu il ilk dəfə BMT Baş katibi öz hesabatında Bakı Təşəbbüs qrupunun sənədinə istinad edib ki, bu da Azərbaycan QET-lərinin mövqeyinə beynəlxalq səviyyədə verilən dəyərin göstəricisidir. Azərbaycan QET-lərinin beynəlxalq tədbirlərdə təkcə iştirakçı kimi yox, eyni zamanda həm tədbirlərin aparıcısı kimi, həm təşkilatçısı kimi, həm təşəbbüskarı kimi artıq bu fəaliyyət həyata keçirilir. Misal olaraq göstərmək olar ki, son dövrlərdə həm milli, həm regional, həm də qlobal çərçivədə bir sıra təşəbbüslər göstərib Azərbaycan QET-ləri və bunun nəticəsində konkret funksional qlobal şəbəkə yaranıb. İstər regional, istərsə də qlobal təşəbbüslər göstərir ki, Azərbaycan vətəndaş cəmiyyəti yeni mərhələyə keçib. Dövlət QET münasibətləri artıq yardım modelindən çıxaraq etimad və şəffaflıq üzərində qurulur. Fidan Səfər, Nadir Cəlilov, Space xəbər. Balakən sakini Hüsniyyə İsmailova iddia eləyir ki, keçmiş həyat yoldaşı Xürrəm Omarov onunla birgə nigahdan olan övladına vaxtı-vaxtında aliment vermiş. Övladının maddi problemini qarşılamaqda əziyyət çəkən izləyici qaynar xəttimizə şikayət eləyib və bu şikayətin fonunda da aidiyyatı qurumlardan kömək istəyir. Hüsniyyə İsmailova 2015-ci il tarixində Xürrəm Omarovla ailə həyatı qurub. Bu evlilikdən bir uşağı olan ailə 1 il 7 ay sonra boşanmaq üçün məhkəməyə müraciət ediblər. Hüsniyyə İsmailova 2015-ci il tarixində Xürrəm Omarovla ailə həyatı qurub. Bu evlilikdən bir uşağı olan ailə 1 il 7 ay sonra boşanmaq üçün məhkəməyə müraciət ediblər. Həmin vaxt məhkəmə mənə 110 manat aliment məbləği kəsilmişdi. Ancaq bu məbləğlə uşağın da böyüdüyü vaxtlarda həmin məbləği vaxtında ödəməyib. İş o yerə gətirib ki, keçən ilin sentyabrın 2-də cinayətə iş gedib 9 ay həbs kəsilib. Həbs zamanı 1 ay yatıb, sonra BBC ilə bir söhbətimiz olub. BBC bildirib ki, çölə çıxsın, pulu mən ödəyəcəm. Mən də insanlıq eləyib sənəd vermişəm, ancaq həmin sənədlə olan işlə də bağlı pulu ödəməyib. Hüsniyyə İsmailova keçmiş həyat yoldaşından və Balakən rayon icra proporsiya şöbəsindən şikayətçidir. 308 manat hər aylıq aliment pulu kəsilib, aprel ayının 2-dən qüvvədədir. Ancaq mən həmin pulu hər dəfələrlə icra məmuru, probasiyanın rəisi Ramin Quliyevə yanına gedib şikayət eləmişəm, zəng eləmişəm. Yəni hər dəfə mən getdiyimdə cüzi məbləğlər ödəyib, cüzi məbləğlər ödəyib. Bu məbləğlər də ki, yəni tam şəkildə ödənilməyib mənə aliment. Şikayətçi deyir ki, nə icra məmuru işini yerinə yetirir, nə də vaxtında qarşı tərəfdən alimentini ala bilir. Uşağın hal-hazırda 10-cu yaşdadır. Alimentin aldığı pulla da bilirsiniz 308 manat hal-hazırda yaşayış meyarında, yəni təhsil xərcləri, bahalığı, geyimi, paltarı, dolanışığını nəzərə alsaq, gücünə, yəni zorla yetir. Və buna görə də istəyirəm ki, mənə vaxtı-vaxtında o alimentin məbləği ödənilsin. Hüsniyyə İsmailovanın şikayəti ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Sorğumuzda cavab olaraq bildirildi ki, Hüsniyyə İsmailovanın aliment işi üzrə yerli icra qurumu tərəfindən müntəzəm olaraq qanuna müvafiq tədbirləri görülür. Belə ki, icra sənədinin icraatda olduğu müddət ərzində borclu Xürrəm Omarov yaranmış 2368 manat borcundan 2050 manatını ödəyib. Hazırda onun aliment borcu 318 manat təşkil edir. Pulunu ala bilmir. Və Balakən İcra Probasiya şöbəsi deyir ki, biz özümüzə, belə deyək də, 200 manata, 300 manata, 500 manata görə əziyyət vermək istəmirik. Düzdür, onlar elə demirlər, amma deməklərindən belə çıxır. Və onlar deyirlər ki, qoyun məbləğ üst-üstə yığılsın. Yəqin ki, bu 1000 manatın üzərində olmalıdır və yaxud da 5000 manatın üzərində olmalıdır. Mən bilmirəm, indi onlar üst-üstə yığılsın, çoxalsın məbləğ deyəndə əslində nə qədər məbləğə nəzərdə tuturlar. Amma onlar belə bir məsləhət görürlər anaya ki, qoyun məbləğ çoxalsın, ondan sonra biz həmin şəxsi məcbur eləyərik ki, aliment pulunu ödəsin. Amma haqlı olaraq şəxs də deyir ki, tamam, məsələn də 5 aya bu məbləğ tamamlanacaq, 5 ay mənim uşağım nə yeməlidir, yolunu göstərin o zaman.
və yaxud da ki, aylıq həmin icra və probasiya şöbəsində çalışan məmurlar gəlib aylıq 200-300 manat versinlər o uşağa. Verəcəklərmi? Verməyəcəklər təbii ki, atanın vermədiyi pulu. Hansısa bir icra məmuru niyə versin ki? Verməyəcək təbii ki. Və belə olan halda da artıq bu xanım çıxılmaz bir vəziyyətə düşür və televiziya vasitəsilə probleminin həll olunmasını istəyir. Ümid eləyirəm ki, ata buradan bildi vəziyyətin ciddiliyini və övladı çörək də yeməlidir, çay da içməlidir, ənini də geyinməlidir, təhsil də almalıdır, 11 yaşındadır. Səhv eləmirəmsə, təhsil də almalıdır və bunların hər biri də pulla qarşılanandır. Məktəbə getmək üçün kitabın, dəftərin, sənə lazım olan ləvazimatlar birmənalı şəkildə olmalıdır. Məktəb geyimin olmalıdır, məktəbli forman, ayağında ayaqqabın olmalıdır, mütləq şəkildə olmalıdır. Yəni, heç kim deyə bilməz ki, yox, bunlarsız da məktəbə getmək olar və yaxud da ki, məktəbdən qayıtmaq olar. Amma niyəsə ata deyilən bu şəxs bunun məsuliyyətini dərk etmir. Ümid eləyirik ki, bundan sonra dərk eləyəcək. Davam eləyirik, dəyərli izləyicilərimiz. Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi Dalan 3 ünvanında illərdir acınacaqlı vəziyyət hökm sürür. Ərazidə üfunət qoxusu və antisanitar vəziyyət bitmək bilmir ki, bilmir. Sakinlər deyir ki, dözülməz vəziyyətlə bağlı aidiyyatlı qurumlardan dəfələrlə kömək istəyiblər, lakin problem həll edilmədən əksinə gündən-günə böyüməkdə və gündən-günə çoxalmaqdadır. Bu bizim ən gözəl yerimizdir küçəmizdə. Ən gözəl yerimizdir. Ləzzət alırıq bundan. Mən gözümü açandan elə hər zaman burada kanalizasiyanı bu vəziyyətdə görmüşük. Burada bu dərə, bu neçə illərdir biz bu əziyyəti çəkirik. Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi Dalan 3-də yaşayan sakinlər deyir ki, evlərin yaxınlığında axan kanalizasiya suları səbəbindən ərazidə acınacaqlı vəziyyət hökm sürür. Hələ qışda təsəvvür edin bu qədər bu iyyət dözülməzdirsə, yayda heç dözülməz. Mən məsələn çörək almağa gedirəm, səhər-səhər çörək alıb gələndə artıq iştahım küsür. Sakinlər bildirir ki, yağış yağanda kanalizasiya suları daşaraq həyətlərə, evlərin zirzəmlərinə dolur. Bu səbəbdən hasarlar da ciddi ziyan görür. Buradan su gələndə arxadan, o başlarında gələndə gəlir su, düz bura bərabər gedir, vurur evlərə. Demək olar ki, 60 ildən çoxdur bu vəziyyətdədir. Heç kim kömək eləmir. Məsələ ilə bağlı Şirvan şəhər su kanal idarəsindən bildirildi ki, sözü gedən ərazidə problemin həlli üçün layihələndirmə işlərinə başlanılıb. Göstəricilər nəzərə alınmaqla layihələndirmə işləri aparılmışdır. Yəqin ki, qısa müddət ərzində gələcəkdə bunlar nəzərə alınaraq mühəndis texniki işlər başa çatdıqdan sonra həmin ərazilərə də kanalizasiya xəttlərinin çəkilişi mütləqdir. Qurumun cavabından aydın olur ki, Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi Dalan 3-də yaşayan sakinlər hələ biraz da səbr etməli olacaqlar. Dəyərli izləyicilər, diqqətinizə çatdırım ki, bu material da bizim qaynar xəttimizə gələn material idi və biz bunu təqdim elədik. Ondan sonra Space xəbərin əməkdaşları çox sağ olsunlar ki, onlar getdilər. Yəni, həmin o üfunət saçan ərazini çəkdilər. Və diqqətinizə çatdırım ki, artıq bizə aidiyyatı qurum bununla bağlı məlumat verib ki, ərazidə o üfunət qoxan deməli, yeri təmizləmişik. Meliorasiya və su təsərrüfatı sadəcə mən o materialı tapmaq istəyirəm. Ki, elə yeri gəlmişkən material təqdim etmişiksə, bir onun həlli ilə bağlı da artıq cavabı da biz deyərdik. Amma maşallah, materiallarımız çoxdur, bilmirəm, hardan tapacam o rəsmi şəkildə o cavabı təqdim eləyə biz izləyicilərimizə. Yəni, hətta tapmasam belə, deyim ki, aidiyyatı qurumlardan bizə olan deməli, cavab belə verildi ki, biz artıq o ərazini təmizləmişik və artıq orada Masallı rayonundan olan problemi idi, yoxsa Şirvan şəhəri. Çünki Masallı ilə də bağlı bir bizim rəsmi artıq açıqlamamız var. Ona görə də Şirvan şəhəri, bəli.
Deməli, dəyərli izləyicilərimiz, həmin o, istəsəz bir təkrar verək biz monitorda görüntüləri ilə, mən də onun üzərindən rəsmi açıqlamanı da oxuyum. Şirvan şəhəri Köhnə şəhər Əzbəyov küçəsindən izləyicilər dediyim kimi həmin görüntülər çəkmişlər, atmışlar və hətta belə bir fikir işlədirdilər ki, uşaqlarımız kanalizasiya suyuna ağ düşürlər, qapqarı oradan çıxırlar və uşaqların oynadığı bir ərazidir. Hər an ora yıxıla bilirlər. Nə bilim, topları düşür kanalizasiya suyuna, onlar da istəyirlər götürsünlər, yıxılırlar kanalizasiya suyuna. Ümumiyyətlə, vəziyyət yəni çox qəliz idi orada, çox gərgin idi və üfunətdən də demək olar ki, həmin yerlə hərəkət etmək mümkün deyil idi. Və məsələ ilə bağlı bizə deməli, rəsmi açıqlama gəlib. Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin verdiyi açıqlamada bildirilir. Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsində Köhnə şəhər yaşayış massivində yağış sularının axıdılması üçün nəzərdə tutulmuş üstü açıq tipli arxa, həmin ərazinin sakinlərinin məişətdə formalaşan tullantı sularının axıdılması nəticəsində ərazidə pis qoxunun yaranmasına dair mətbuatda yayılmış görüntülərlə bağlı bu Space televiziyasında yayımlanmışdı, bir daha gəlirəm üzərinə və onunla bağlı 21 noyabr 2025-ci il tarixdə xidmətin əməkdaşları şikayətçi ilə birgə əraziyə yerində baxış keçiriblər. Baxış zamanı yaşayış evlərində istifadə olunan texniki və içməli sulardan formalaşan tullantı sularının müxtəlif borular vasitəsilə qeyd olunan arxlara axıdıldığı müşahidə edilib. Söz gedən arxların aşağı və yuxarı hissəsində həm bir istirahət mərkəzinin, həm də ictimai iaşə xidmətinin fəaliyyət göstərmədiyi və eyni zamanda yaşayış evlərindən fekal mənşəli tullantı sularının arxlara axıdılması halları müəyyən edilməmişdi deyə deməli rəsmi xəbərdə qeyd olunur və onlar bildirirlər ki, ərazidə təmizlik işləri həyata keçiriblər. Düzdür, ərazini tam olaraq təmizləmək onlara aid olmasa da, amma özlərinə aid hissəni müəyyən qədər təmizləyiblər. Və aidiyyatı qurumun cavabından məlum olur ki, həmin elə arxa, o istəyir kanalizasiya suları, istərsə də ki, məişətdə istifadə etdikləri o tullantıları axıdan da həmin ərazidə yaşayan insanlardır. Və davam edirik. İçməli su qıtlığına görə Bakının Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna massivinin sakinləri təngə gəliblər. Və onlar içməli suya həsrət olduqlarını bildirirlər. Uzun müddətdir yaşanan bu problem vətəndaşları təngə gətirib və aidiyyatı qurumlara etdikləri müraciətlər isə heç bir nəticə vermir. Sakinlər isə çıxış yolunu həmin yaşadıkları ərazini tərk etməkdə görürlər. Su yox. Maşın gətirir, pul veririk. Ayda 3 dəfə alırıq. 25 manat, 30 manat verib pulla alırıq. Qışda ümumiyyətlə su olmur. Yayda daha baha olur. Tonu yay varsa bir 5-6 tonu bir 40 manata kimi yay alır. Özə bir həftədə bir də su alacam. Maşını 35-40 manata gətirirlər. İçməyə, duzlu su, quyu suyu ilə nə qədər yəni yola vermiyorlar. 3 maşın, 4 maşın su gətirirlər. Ayda 120-130 manat pul edir. Çox çətinlik çəkirik, əziyyət çəkirik. Quyu suyu da içə bilmirik. Hər ay 30-40 manat pul gedir də suya. Baçıqlarla gedirlər 4 yolda burada, nə bilim qəbristanlıq tərəfdə orada krantlar var, nə bilim belə bir şeylər var. Orada maşını atan atır. İndi maşın olmayan çox zulüm çəkir. Sakinlər su problemi ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də nəticəsiz qalıb. Dəfələrlə bizə söz veriblər. Hər gələndə söz verirlər, yoxdur. Hər yerdə müraciət eləmişik, gələn yoxdur. Problem təkcə bununla da bitmir. Ərazidə vahid kanalizasiya sistemi də yoxdur. Kanalizasiya sisteminin olmaması səbəbindən çirkab suları həyətlərdə qazılmış quyulara və birbaşa yola axıdılır. Yağışdan sonra isə vəziyyət daha da acınacaqlı olur. Xəstə olanda təcili yardım gəlmir bu yolu. Yağış yağanda buralar hamısı su olur. Su xəttləri də yoxdur, kanallar yoxdur. Su kanalizasiya olunmalıdır, o da yoxdur. Maşınlar gəlib suda qalırlar. And olsun Allah, maşınlar heç buradan keçə bilmirlər. Elə vəziyyət burada yaşanır. Tam da şambodur, onu da öz hesabımıza çəkdiririk. Yəni düz bura kimi gəlir su. Qalxır düz qapıya kimi. Kanalizasiya sistemi olsa burada göl yaranar. Yağış yağanda burada qayıq lazımdır ki, kiminsə misal üçün yazığı gəldisə, tanıdığı adamdırsa maşından mindirib keçirir. Yox, olmadısa qalır burada. Demək olar ki, girin baxın, bütün hamı evini satır. Quyu qazırsan, dolur, daşır, gəlib
çəkib götürən olmur. İyi qoxu aləmə yayılır belə. Hər dəfə pul veririk, 40 manat, 50 manat, maşın gəlir, çəkir gedir. Eləsi olur, heç darvazadan çəkir, gilə bilmir. Məsələ ilə bağlı İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, sözügedən ərazidə təchizatın qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Günəş Rızayeva, İlkin Həsənov, Fidan Səfər, Spice xəbər. Yolsuzluq səbəbindən Oğuzun bir neçə kəndi var ki, ora nə taksi gedir, nə də ki, digər operativ nəqliyyat vasitələri. Uzun illərdir ki, təmir olunmayan yollar keçilməz vəziyyətə düşdüyündən həm avtomobillərin, həm də ki, digər nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Nə skoru gəlir, nə qədər skoru çağırlar, skoru gəlmir. Nə bəlkə pajar oldu, gəlmir. Bura Oğuzun Calud kəndinin yollarıdır. 30 ildən artıq istismar olunan asfalt yol tamamilə dağılıb və çalalar əmələ gəlib. Yayda toz torpaq, qışda isə palçıq səbəbindən keçilməz olan yollar sakinləri lap təngə gətirib. Evlərdə otura bilmirik, toz əlindən. Qapılarımız hamısı tozun içindədir. Bu ilin yay aylarında dövlət vəsaiti hesabına 4 kilometrlik məsafədə Calud kəndinə yeni yolun çəkilişinə başlanılsa da işlər yekunlaşmadan yarımçıq saxlanılıb. Uşaqları məktəbə aparıb gətirə bilmirik. Ayaqları daşa ilişir, yıxılır. Hamısı daş qayadır. Maşınların bütün tüferi dökülür, ona təkərlər gedir. Yol narahatdır, çox narahatdır. Bizə qonaq da gəlmir. Taksi gəlir 3 manata, amma indi gəlir 10 manata. Oğuz rayonunda təkcə Calud kəndi deyil, daha 4 yaşayış məntəqəsində bu ilin ortalarında yol çəkilişinə başlanılıb. Calud, Mollalı, Yemişənli, Tərkeş və Dəymədağlı kəndlərində də işlər yarımçıq qalıb. Bizim yolu bir 4-5 ay bundan qabağa asfalt çəkmək üçün gəldilər. Çox gözəl sevinmişdi ki, yolumuz asfaltlanır. Köhnə asfalt da söküb dağıtdılar, yeni ondan mümkün idi. İlkin olaraq ora maliyyə vəsait ayrılıb və həmin maliyyə vəsaitinə uyğun olaraq da işlər aparılıb. Həmin layihələr keçid layihələr sayılır və bu cür layihələrin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Ayrılacağı vəsaitə uyğun olaraq işlər davam etdiriləcək. Qeyd edək ki, Oğuzun Calud kəndində 2300 nəfərdən artıq sakin yaşayır. Kəndə sonuncu dəfə asfalt örtüklü yol 90-cı illərdə çəkilib. Aynanın etdiyi dəyişikliyi Həsən Əliyev küçəsində tıxaca səbəb olub. Belə ki, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissədə bir tərəfli hərəkətin təmin olunması tıxaca səbəb olub. Ayna tərəfindən nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədi ilə edilən yeni dəyişiklik sürücülərin narazılığına səbəb olub. Belə ki, sözü gedən ərazidə bir tərəfli hərəkətin təmin olunması sürücüləri təngə gətirən tıxac probleminə səbəb olub. Bu Gəncliyə Həsən Əliyev küçəsinə, yəni bu xəttləri, yeni xəttləri çəkəndən sonra belə probkaya almağa başladı. Yəni əvvəl belə tıxac yox idi. Yəni baxın tıxaca, yəni bu yolda vəbşə tıxac yox idi. Saat 8-ə işləyib, yəni bu vaxtı burada belə probka olmayıbdı. Bu yeni çəkilən xəttlərdən sonra oldu. Şikayət edən sürücülərin sözlərinə görə həmin yolda aynanın yeni düzəlişindən əvvəl heç zaman tıxac yaranmayıb. Lakin yeni dəyişiklikdən sonra hər gün qeyd olunan ərazidə elə tıxac da qeyd olunur. Və qeyd eləyək ki, aynanın daha bir əlahiddə dəyişikliyi, möhtəşəm dəyişikliyi Bakı-Sumqayıt yoluna çəkdiyi avtobus zolağı ilə bağlıydı. Bağlıdır daha doğrusu. Bilirsiniz ki, yəni bir neçə nəqliyyat eksperti də o zolağın ora çəkilməsini tənqid etdi. Nəyə lazımdır burada avtobus zolağı? Bir neçə dəfə də biz bu məsələ ilə bağlı xəbərin izində proqramında danışdıq ki, avtobuslar az qalırlar ki, sağdan sola
dönmək istəyən kiçik tutumlu maşınları əzib keçsin və hətta bəzi sürücülər belə az qalırlar ki, o pəncərədən bağırsınlar ki, yol bizim yolumuzdur. Amma ki, çox çətindir də hamıya bir anladasan ki, mən bütün hallarda biləcərinin içərisinə girmədiyim üçün, Binəqədiyə getmədiyim üçün mən məcburam ki, kənar dairəvi yolla gələndə artıq sola manevr eləyim ki, Bakı-Sumqayıt yolunda yolumu tutum, xəttimi tutum və hərəkət edeyim. Çoxsaylı şikayətlərdən sonra, çoxsaylı problemlərdən sonra Ayna dedi ki, başım gözüm üstə, ay dəyərli bu yoldan istifadə edən sürücülər, mən avtobus xəttinə bir yenilik eləyirəm. Yenilik nədən ibarətdir? Bundan sonra axşam saat 11-dən sonra dəyərli sürücülər, bəli, axşam saat 11-dən sonra siz avtobus zolağı ilə hərəkət eləyə bilərsiniz. Çünki Ayna nəhayət ki, bu şəraiti bizə yaratdı. Amma yeri gəlmişkən, gündəlik o yoldan istifadə edən biri kimi deyim ki, saat 11-də o qədər az maşın hərəkət eləyir ki, Bakı-Sumqayıt yolu ilə heç avtobus zolağına çıxmağa ehtiyac qalmır. Sizin məqsədiniz sadəcə insanların heysiyyatı ilə oynamaq və insanları ələ salmaqdan ibarətdir. Saat 11-dən sonra avtobus zolağına çıxmağa kimin ehtiyacı var? Madam ki, o yolda 5-10 maşın ancaq hərəkət eləyir. Elə axşam saat 11-də də o yoldan hərəkət eləyən, ara sıra hərəkət eləyən biri kimi deyirəm. Onsuz da saat 9-dan sonra o yolla hərəkət eləmək kifayət qədər rahatdır. Barı bunu etməzdiniz, özünüzü də güldürməzdiniz. Növbəti dəfə gülüş hədəfi olmağı bacardınız Ayna. Avtobus yoluna saat 11-dən sonra digər sürücülərin daxil olmasına şərait yaratmağınızla. Artıq Bakı-Sumqayıt yolundakı avtobus zolağına saat 11-dən də sonra girmək olacaq. Nisbətən bu tıxacı, axşam saatlarında olan tıxacı aradan qaldıracaq. Düzdür, bu yeni çəkilən avtobus zolağı Bakı-Sumqayıt yoluna günorta da tıxac yaradır. Əsasən də Tıbrис prospektində, amma nisbətən, indi baxın, nisbətən az da olsa tıxac var. Sayıcı sürücülər artıq yeni qaydaları bilmədikləri üçün hələ ki avtobus zolağından istifadə eləmirlər. Babək prospektində hərəkət eləyən sürücülər narazılıqlarını ifadə edirlər. Belə ki, kanalizasiya qapağının olmaması, nəqliyyatın sıx hərəkət etdiyi bu ərazidə sürücülər üçün real təhlükə mənbəyinə çevrilib. Prospekt boyunca gündəlik olaraq minlərlə avtomobilin hərəkət etdiyini nəzərə alsaq, yolun ortasında açıq qalan lükun qəza ehtimalını xeyli artırdığını görmək mümkündür və sürücülər də bu şəraitdən narahatdılar. Babək yolunda, maşınların görürsünüz, sıx gedən bir yolunda. Düz də yolun ortasında da, yola bax. Düz yolun ortasında, bax belə bir, fikir ver, əlim göhara kimi girir. Əlim girən boyda bir yer var. İndi bu kubi, mən qoyuram bunun burasına məcbur. Qoyacağım birini də gətireyim. Yazıqda kimsə balasın düşüb bədbəxt olmaz. Çeş buradan. Ay soğuk. Əla. Əla. Oldu da belə. Getdik.
Aidiyyatı qurumlar problemi həll etməyəndə ara-sıra sürücülərin özü çalışır ki, bu problemi çözsünlər və həll etsinlər. Uzun bir müddətli vəziyyət belədir deyirlər yolda, amma çox təəssüf ki, aidiyyatı qurumlar bu məsələni həll etmirlər. Ya görməzdən gəlirlər, ya həqiqətən görməyiblər, amma ümid edirik ki, bu sosial şəbəkələrdə paylaşılandan sonra görməyən aidiyyatı qurumlar da hansı yerdə nə problemlər varsa onu görürlər. Sadəcə ola bilsin ki, özlərinin hərəkət istiqaməti deyil o yol, ona görə də çox da fərqinə varmırlar və ciddiliyinin də əhəmiyyətinə varmırlar və oradan hərəkət edən sürücülər beləcə əziyyət çəkməli olurlar. Dəyərli izləyicilərimiz, davam eləyəcəyik biz digər də xəbərlərimizlə və qaynar xəttimizə gələn şikayətlərlə. Efirimizə yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Gününüz xeyirli, uğurlu olsun dəyərli izləyicilərimiz və qaynar xəttimizi diqqətinizə çatdırıram. 077 379 0747 qaynar xətt nömrəmizdir. Şikayətiniz varsa, probleminiz varsa bizim qaynar xəttimizə probleminizi video formatda çəkib göndərə bilərsiniz. Biz də buradan aidiyyatı qurumların diqqətinə çatdıraq. Dəyərli izləyicilərimiz, bilirsiniz ki, həftənin 4-cü günü bu studiyada heç də xoş olmayan bəzi hallar yaşandı və biz məcbur olub efiri yarımçıq saxladıq. Bir çox izləyicilər var ki, bu dəqiqənin özündə də nə olmuşdu, nə baş vermişdi deyə soruşurlar bizdən, sual ünvanlayırlar bizə və təbii ki, biz də belə deyək də o ictimaiyyət arasında olduğumuz üçün, gündəlik tamaşaçıların qarşısında olduğumuz üçün bəzi məsələlər var ki, onunla bağlı açıqlama verməliyik və bu bizim borcumuzdur həm də. Əməkdaşlarımız 4-cü günü yaşanan o hadisələrdən qısaca bir material yığıblar. İstəyirəm ki, onu təqdim eləyək efirdə və çox saylı suallar gəlməsəydi, təbii ki, onun üzərinə qayıtmayacaqdıq, çünki heç mən İstəmirəm də belə bir şeylərin üzərinə gəlmək və filan şey baş verdi, filan şey baş verdi. Bununla bağlı danışmamaq. Amma ki, çox saylı suallar var. Efirimiz gedən ərəfədə bu dəqiqənin özündə çox saylı zənglər var. Nə baş vermişdi, nə olmuşdu deyə soruşanlar. Əvvəlcə gəlin o görüntüləri izləyək. Biz yaşadıqlarımız və xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu canlı efirdə yaşandı. Və canlı efirdə nələr baş verdi, nələr yaşadıq, onu bir izləyək qısaca olaraq, onun ardından isə müəyyən məlumatları verəcəm məni sevən və sevməyən izləyicilərə. Burada əyləşəndən hiss edirəm ki, qan təzyiqim çox yüksək qalxıb və güclə verilişin bir neçə dəqiqəsini 50 dəqiqə yaxınını idarə eləmişəm və bayaq əməkdaşlara da dedim ki, heç yaxşı deyiləm, ümumiyyətlə özümü idarə eləyə bilmirəm. Çünki özüm hiss eləyirəm və ağrıdan da özümü saxlaya bilmirəm. Çox sağ olsunlar, efirdə bir qədər anonsların müddətini uzatdılar. Amma hiss eləyirəm ki, hər an yıxıla bilərəm burada. Əməkdaşlar təcili tibbi yardım xidmətinin əməkdaşlarını çağırıblar. Təşəkkür eləyirəm və heç də bilmirəm, istəyirsiniz gəlin canlı efirdə ölçə bilərsinizsə ölçün. Çünki mən ümumiyyətlə gündəlik dərman atmalıyam, amma mən dərman atmıram. Səhər də gələndə kofe içmişəm və bilirəm ki, artıq sabahınız xeyir. Bilirəm ki, mən ümumiyyətlə yüksək qan təzyiqindən əziyyət çəkirəm.
Ehtiyatlı olun. Əvvəlcə təşəkkürümü bildirəcəm xəbərin izində komandasına. Bilirsiniz ki, biz səhər tezdən işə gəldiyimiz üçün burada texniki heyət, efir rejissoru, efirdə olan səs rejissoru və bizim komanda olur. Eyni zamanda da mühafizəçilər olur. Çünki ən tez gələn bizik. Biz artıq 6-nın yarısı mən gəlirəm və məndən öncə də saat 5-dən burada olan əməkdaşlarımız var. Yəni ona görə də ilkin olaraq onlar hiss elədilər ki, mənim vəziyyətim düzdür. Mən heç çalışdım ki, bunu sezdirməyim. Sadəcə gördüm ki, artıq ürək də özünü idarə edə bilmir. Onda dedim əməkdaşlara ki, özümü yaxşı hiss eləmirəm. Hər an hər şey ola bilər, sadəcə siz hazır olun. Onlar da çox sağ olsunlar ki, dərhal təcili tibbi yardım çağırmışdı və tibbi yardım 5 dəqiqə ərzində demək olar ki, Space-ə gəldi, çatdı və ölçülər mənim təzyiqim 250 idi. Düzdür, mən təzyiqdən əziyyət çəkirəm, 150 olur və ən sonunda 180 olmuşdu. Ümumiyyətlə, gündəlik ölçmürəm, dərmanı atmıram və mən belə şeylərə çox adi baxıram da. Ümumiyyətlə, təzyiq xəstəliyinə çox adi baxıram. Kimsə də deyəndə ki, ay təzyiqim yüksəlib, özümü idarə edə bilmirəm. Mənə hərdən elə gəlirdi ki, insanlar necə də özlərini çox istəyirlər və adi təzyiqdə bunu niyə şişirdirlər? Amma mən də 150 ilə 180 ilə gəzəndə belə olmaz, mütləq dərman var deyəndə də deyirdim ki, hə, yaxşı, yəni belə deyək də günü-günə calayırdım. Amma o gün bəlkə də mənim üçün bir sos idi, mənim üçün bir həyəcan idi ki, yəni bu zarafat deyil də 250-yə bir daha qeyd edirəm. Yəni ürəyimin o çırpıntısı olmasaydı, elə düşünürdüm ki, bu dəqiqə yerindən çıxacaq da. O çırpıntısı olmasaydı, yenə də normal bir şəkildə verilişi aparacaqdım. Amma yəni bir şey bunu qeyd eləmək istəyirəm xüsusi olaraq ki, bunun hamısı canlı efirdə baş verdi və 50 dəqiqə idi ki, mən o vəziyyətdə düzdür, efirin başlamasından 15 dəqiqə sonra mən o ağrı, baş gicəlləmə, göz qaralmanı hiss etdim. Sadəcə müəyyən qədər çalışdığım kimi onu izləyicilərə sezdirməmək və hətta burada olan əməkdaşlarımıza sezdirməyib efiri aparmaq istədim. Amma 50 dəqiqədən o tərəfə anladım ki, getmir. Bu görüntüləri sadəcə təqdim etməkdə məqsəd nə idi ki, bəzi hətta televiziya işçiləri olan mənim həmkarlarım var. Düzdür, mən ciddi şəkildə onlara həmkar adlandırmıram, amma neyniyək ki, bugün bizim hamımız jurnalistikadayıq. İstəyir peşəkar, istəyir qeyri-peşəkar, istəyir qələminə hörmət eləyən, istəyirsə də ki, hörmət eləməyən. Müxtəlif cür insan var bu jurnalistikada da, televiziyada da, kütləvi informasiya vasitələrində də. Hətta özünə mən daha yaxşı jurnalistəm, Səidə Bəkir qızından daha çox işlər görmüşəm deyən, amma əslində ortalıqda heç bir şey yoxdur. Deyənlər belə anlamadılar ki, bu canlı efirdə baş verən bir proses oldu. Canlı efirdə baş verdi, mənim təzyiqimin qalxması da, o təcili tibbi yardım əməkdaşlarının gəlməsi də. Düzdür, mən anlayıram, bəzi insanlar var ki, başqalarını aşağılamaqla, başqalarının pis gününə sevinməklə özlərini üstə çıxmış kimi, belə deyək də, o dənizin üstündə, ləpən üstündə olmuş kimi təqdim edirlər. Hər kəsin özünə görə xarakteri var həyatda, hər kəsin özünə görə yaşayışı var həyatda, hər kəsin özünə görə seçdiyi yol var həyatda. Kimisi mütəmadi pislik eləyib bundan zövq alar, kimisi isə mən həmişə yaxşılıq eləyəcəm, bacardığım qədər əl tutacam deyər və kimlərinsə problemini ürəyinə çox yaxın buraxar, şəxsən mənim kimi və kimisi də həyatda bundan zövq ala bilər. Bugün birisinin üzünü güldürə bildimsə, nə xoş mənə deyər və yatanda vicdanının sakit səsi ilə yatar. Vicdanının bağırdığı narahatçılıqla yatmaz, sakit səsi ilə yatar ki, mən də heç vaxtı mənim problemim deyil ki, kiminsə problemimdir deyib üzərindən keçməmişəm və hələ həyatı boyu heç bir aidiyyatı qurumun qapısını öz problemimə görə döyməmişəm, bundan sonra da döyməyəcəm. Bu bir xarakter məsələsidir. Amma kimlərəsə görə bir icra hakimiyyətinin səlahiyyətli şəxsinə
10 dəfə zəng eləyərəm. Kiməsə görə eləyərəm, özümə görə əsla eləmərəm. Və bəziləri bu şoudur, şou yaratdılar filan. Diqqətinizə çatdırım, dəyərli izləyicilərimiz. Çox səhər efirləri var ki, onlar 3 ildir, 5 ildir oturuşmuş proqram təqdim eləyirlər mənim digər həmkarlarım. Amma biz sentyabr ayından başlamışıq bu verilişə, sentyabr ayının 8-dən. Və artıq mənim reytingim onların reytinginə çatır. Düzdür, mən reytingindən də baxımlılığı ölçmürəm. Mən gələn zənglərdən ölçürəm, mən yazılan şərhlərdən ölçürəm. Çünki belə deyək də 500-300 adamın evində hansısa bir aparatı qoşmaq və bununla da reytingi ölçmək, əslində bu başqalarının haqqına girməkdir bir mənalı şəkildə. Amma çox təəssüf ki, bugün belə olur. Və bizi dünyanın hər yerindən izləyirlər. Bizi Azərbaycanın ən ucqar kəndindən də izləyirlər və mən bunu alın açıqlığı ilə və tam məsuliyyətimlə deyirəm. Bugün bizim səsləndirdiyimiz problemlər bir gün, 2 gün sonra həllini tapırsa, o deməkdir ki, bəli, bizə həddindən artıq çox izləyici baxır. Və buna görə də biz artıq öz sözümüzü demiş insanlar sayılırıq. Və ona görə deyirəm ki, bizim şou yaratmağa zərrə qədər ehtiyacımız yoxdur. Şounu o aparıcı yaradar ki, o özünə hörmət etməz. Şounu o aparıcı yaradar ki, o efirin məsuliyyətini dərk etməz. Şounu o aparıcı yaradar ki, nə qədər özünü öldürür, nə qədər belə maraqlı nələrsə özündən uydurmağa da çalışırsa, amma ki, heç bir şəkildə qəbul olunmur, heç bir şəkildə sevilmir, heç bir şəkildə imzasını təsdiq eləyə bilmir. Şounu o aparıcı yarada bilər. Amma mən kifayət qədər özümə hörmət eləyən bir aparıcıyam. Efirimə hörmət eləyən aparıcıyam. Elə verilişlər var ki, mən heç vaxt o verilişləri apara bilmərəm deyən aparıcıyam ki, bugün də eyni əqidədəyim. Qoyun məni ciddi xəbərlə tanısınlar. Qoyun məni efirə geyindiyim ifrat açıq-saçıq geyimimlə tanımasınlar. Ağzımdan çıxan aşağı səviyyəli kəlməmlə tanımasınlar. Zaten bəzilər geyindikləri şortikə görə də tanınırlar efirdə. Bir aparıcı bugün şortikdən efirə çıxa bilərmi? Çıxmaz. Bu efirə hörmətsizlikdir, bu tamaşaçıya hörmətsizlikdir. Amma bizim aparıcılarımız var, çıxırlar. Bəzilərinin gecə yatanda geyindiyini bugün onlar gündüz efirə aparanda geyinirlər. Dəfələrlə qayıtmışam. Amma mən heç vaxt bu aparıcılardan olmamışam. Heç vaxt sinə dekoltemlə gündəm olmamışam. Bundan sonra da olmayacağam. Yenə də deyirəm. Çünki mən birinci özümə, ikinci də tamaşaçıma hörmət edirəm. Və ona görə də bu şoydu, bir şoydu yaradıblar deyənlərə sadəcə əlimin üzərindəki izi göstərmək istəyirəm. Rəşaddan xahiş eləyəcəm. Sadəcə bunu yaxından göstərsin. Yəni, belə deyək də, harada ki damara düşmək mümkün idi, oradan iynəni vurmaq mümkün idisə, demək olar ki, mənim bədənimdə bütün hər yer bu vəziyyətdədir. Çünki damarı tapa bilmirdi. Həkimlər ki, iynə vurub təcili o qan təzyiqini aşağı salsınlar, 250 təzyiq hər halda zarafat deyil. Mənim bu şoya zərrə qədər ehtiyacım yoxdur. Yenə də deyirəm, heç bunun üzərinə gəlməzdim, heç bunun üzərində danışmazdım. Amma ki, məni sevməyənlər sevməyin. Mən sevməməyinizə belə hörmət eləyirəm, amma heç vaxt yalan danışmayın və kimsənin haqqına girməyin. Səhər tezdən saat 5-də işə gəlib şou yaratmaq zərrə qədər bizə lazım deyil. Yenə də deyirəm, Xəbərin izində proqramı çox ciddi bir proqramdır və bu proqramın kollektivi də özünə çox hörmət eləyən kollektivdir ki, bundan sonra da biz çalışacağıq ki, sözümüzlə gündəmi sirkələyə bilək. Burada hansısa, nə bilim, yalandan ürək getmələr, yalandan təzyiq qalxmalara zərrə qədər ehtiyacımız yoxdur. Çox-çox narahat olan izləyicilərimiz oldu. Qaynar xəttimiz bu dəqiqənin özündə də susmur. Çox təşəkkür edirəm hər birinizə. Allah hər kəsə ürəyinə görə versin. Bu həm ən gözəl qarğışdır, həm də ki, ən gözəl alqışdır. Çox-çox sağ olsun narahat olan izləyicilərimiz. Hər şey yaxşıdır inşallah ki, bundan sonra daha da yaxşı olacaq. Sonuçta Allahın hər birimizin alnına yazdığımız bir ömür var, bir talih var, bir qədər var. Harada tamamlanacaqsa orada da tamamlanacaq və ayın 27-si bilirsiniz ki, biz yaşadıq belə bir gərginlik burada və həkim də dedi ki, Səidə xanım, sizi kimin duası saxladı? Sizi kimin alqışı saxladısa 250 təzyiqdən, siz beynə qan sızmadan, insult keçirmədən ayaq üstündə dura bildiniz. Dedim, bugün mən atamın dünyasını dəyişdiyi 15-ci ildir. Mən düşünürdüm ki, efirdən çıxıb onun ziyarətinə gedəcəm. Deyirəm ki, yəqin ki, mənə atamın ruhu saxladı
və Allah bütün dünyasını dəyişən valideynlərə rəhmət eləsin, yerdə qalanlarına can sağlığı versin. Zamanımız çox qiymətlidir. Başqasına qarğış etməklə keçirməyək zamanımızı. Qoyun, alqış eləyək. Çünki deyirlər, o qarğışın iki başı olur. Düzdür, mən zərrə qədər yəni, o şeyi özümə yaxın buraxmaram. Çünki mən kiminsə alqışı ilə doğulmamışam ki, kiminsə də qarğışı ilə bu həyatla vidalaşım. Yenə də deyirəm, amma dünyamı dəyişsəm nə belə, bilirəm ki, arxamca çox insan, Allah sənə rəhmət eləsin, sən çox yaxşı insan idin. Sən şəhid ailələrinin yanında olan, sən qazilərin yanında olan birisi idin. Sən imkansızlara əl tutan birisi idin. Son pulunu da kiminsə kartına atıb, onun daha çox ehtiyacı var deyən birisi idin. Bir kimsəsiz sevindirən birisi sən deyirlərsə, o mənə kifayətdir, amma yenə də Allah hər kəsə ürəyinə görə versin. Və davam eləyirik. Dəyərli izləyicilərimiz, Abşeron rayonunun Məmmədli qəsəbəsindən danışacağıq. Hansı ki, orada bir fərdi yaşayış evi var və birinin həyatından metan qazı aşkarlanıb. Qaz sızması aidiyyatı qurumları hərəkətə keçirib, artıq əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə sözü gedən ərazidə təcili tədbirlərə başlanılıb. Əməkdaşımız Rəşad Vəkiloğlu həmin həyətdən material hazırlayıb, izləyək. Hardansa qazın sızması var idi. Buradan qaz aşkarlandı. İlk olaraq Məmməli qəsəbə sakini Sakin Əmənov evinin həyətyanı sahəsindən keçən qaz xəttində sızma ilə bağlı aidiyyəti qurumlara məlumat verib. Qaz linası var burada. Yəni 4 metr, 3 metr dərinliyindədir. Bu qonşulara qaz paylamaq üçün də bu linadır. Yəni Azərqaz çəkdiyi qazdır. Burada var, fakt var burada. İndi bəlkə elə ondandır. Onda qazı yoxlamırlar, bəlkə turbadan partlayıb belə. Niyə asmırlar, nə deyirlərsə, səbəb nə göstərir? Hələ bizə məlumat verən yoxdur. Əraziyə baxış keçirilib. İlkin olaraq Fövqəladə Hallar Nazirliyi, Azərqaz İstehsalat Birliyi və Abşeron rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib. Çay tamamdır bugün. Sentyabr ayının 28-dən qaz kəsilir. Qaz sızması orada var idi bu. Yandıranda yandı. Ekologiyadan gəldilər, ya 2 nəfər gəlmişlər. Orada yandırdılar, başladı yanmağa. Müayinə zamanı sözgedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şurf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı aşkarlanıb. Azərqaz qətti qoydu ki, burada sızma var. Ona görə qoydu. Bura gətirdilər. Yox, elə burada var, özləri gəldi, qırmızı ilə belə yoxladılar. Mümkün partlayış yanğın hadisələrinin qarşının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərqaz İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Metan qazının aşkarlandığı fərdi evin yanında, hansı ki, aidiyyəti qurumlar tərəfindən də ilk olaraq bu evin bu hissəsində metan qazının aşkarlandığı müəyyən edilmişdi. Artıq bütün aidiyyəti qurumlar tərəfindən bu ərazidə geoloji araşdırma da aparılıb və qazın sızdığı müəyyən edilib. Artıq bir neçə müddətdir ki, təhlükə ilə bağlı ərazidə təbii qazın verilişi də dayandırılıb. Məskunlaşmış 37 fərdi yaşayış evinin yerləşdiyi ərazidə vətəndaşların müraciəti əsasında keçirilən baxış zamanı qaz sızması aşkar olunub. Vətəndaşların təhlükəsizliyinin qorunması məqsədi ilə qaz təminatı dayandırılıb. Vəziyyətin təhlükəli olduğunu nəzərə alaraq Azərqaz İstehsalat Birliyi, Fövqəladə Hallar Nazirliyi və Abşeron İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilib. Azərqaz İstehsalat Birliyi həmin fərdi yaşayış evlərinə mavi yanacağın verilişini bərpa etməyib. Məqsəd abonentlərin təhlükəsizliyini qorumaqdır. Ərazidə yaşayan insanların təhlükəsizliyi məqsədi ilə metan qazının aşkarlandığı yerlərdə mütəmadi olaraq kompleks müayinə işləri həyata keçirilir. Zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil Nazirliklərinin, Sokar və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrup tərəfindən aşkar olunan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədi ilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək. Sabunçu rayonu Aşıq Ələsgər küçəsində illərdə həllini tapmayan yol problemi sakinləri bezdirib. Yol boyu əmələ gələn çala-çuxur, yağış yağan kimi su ilə dolur. Sakinlər deyirlər ki, su borularının tez-tez partlaması səbəbindən ərazidən keçmək mümkün deyil. Bəs məsələ ilə bağlı aidiyyatı qurumlar nə deyirlər?
Yolun ümumi bəlasından biri bu su xəttlərinin üzdə olmasıdır. Cəmaatı yığdıq, bu xırda daşları aldıq, tökdük üstünə ki, gedəndə üstümüzü palçıq olmasın da, təmiz geçsinlər, uşaqlar məktəbə gəlsin. Küçədə vəziyyətin bu həddə gəlməsinə səbəb təkcə yolun illərlə təmir olunmaması deyil. Sakinlər deyir ki, kanalizasiya xətti çəkiləndən sonra heç bir bərpa işi aparılmayıb. O vaxtdan qalıb belə, kimə demişik bu yaxın gəlmir, bunu düzəldənlərə, çəkənlərə. Necə qoydular, getdilər, hələ də qalıb. Partlayır orada o turbalar, su buraxır, yolda çox pis vəziyyətdir. Kanalizasiya sistemi çəkiləndən sonra bizə söz verdilər ki, hər şey düzələcək, amma yenə də dediyi kimi qaldı da. Sakinlər deyir, dəfələrlə aidiyyatı qurumlara da müraciət ediblər, lakin heç bir dəyişiklik olmayıb. Şoförlər çətinlik çəkirlər, uşaqlar çətinlik çəkir, zığa baxdırlar, palçıqdır. Yol düzəlməlidir, baxımsızlıq. Onlar dəfələrlə su idarəsindən zəng vurub deyirik, gəlib deyir düzəldəcək, gəlirlər üzdən elə zalint deyib çıxıb gedirlər. Bir dənə balaca maşın masaya keçən kimi ora partlayır. Sakinlərin yol problemi ilə bağlı Sabunçu rayon icra hakimiyyətindən bildirildi ki, Zabrat qəsəbəsi Aşıq Ələsgər küçəsində yolun təmiri dövlət investisiya proqramına əlavə edilməsi üçün aidiyyatı üzrə müraciət edilib. Qaldı ki, su xəttlərinin tez-tez partlamasına İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindənsə bildirildi ki, əraziyə briqada cəlb ediləcək. Araşdırma aparıldıqdan sonra lazımi tədbirlər görüləcək. Son illər təkcə yuxarı sinif şagirdləri deyil, artıq ibtidai sinif şagirdləri də repetitor yanına gedirlər. Bu tendensiya isə təhsil mütəxəssislərini narahat eləyir. Mütəxəssislər hesab eləyirlər ki, bu ənənə həm uşaqların inkişafına mənfi təsir göstərir, həm də ki, təhsildə əlavə gərginlik yaradır. Əvvəllər valideynlər uşaqlara əsasən 10-11-ci siniflərdə repetitor yanına göndərirdilərsə, indi artıq ibtidai sinifdən belə bu təcrübəyə müraciət edirlər. Valideynlər indiki dərsliklərin və dərs metodunun çətin olması səbəbindən mövzunu övladlarına izah etməkdə çətinlik çəkirlər. Elə müsahibimiz Xəyalə Mirsəliyeva da bu səbəbdən məcbur qalıb övladını repetitor yanına göndərir. 3-cü, 4-cü siniflərdə belə uşaqlar üçün elə suallar qoyulur ki, yəni onu əvvəllər, yəni onu 7-ci, 8-ci, hətta 11-ci sinifdə elə suallar düşür ki, ondan dərs keçirlər. İbtidai sinif üçün çox qəlizdir. Yəni onu mən valideyn olaraq başa düşmürəm ki, mən onu uşağıma izah edeyim. Ona görə də məcbur oluruq repetitorlara yanına üz tutmağa. Digər valideynlər də Xəyalə Mirsəliyeva kimi eyni fikirdədirlər. Şəhər sakinlər arasında keçirdiyimiz sorğudan da görünür ki, artıq valideynlər ibtidai siniflərdən repetitora müraciət edirlər. Suallar elə qurulur, elə mövzular qoyulur ki, onları biz yenidən özümüzün üzərində işləyək ki, onları başa sala bilək. Həm də müəllimə ilə olanda uşağa daha rahat olur. Elə valideyn var, həm başa düşə bilmir, həm də onu başa düşsə də anlata bilmir uşağa. Mən özüm bunu bacardığıma görə, müəlliməlik savadım olduğuna görə mən bunu ötürə bilirəm. Amma hər valideyn bunu bacarmır, ona görə qınanlasıdır. Təhsil eksperti deyir ki, ibtidai siniflərdə dərsliklərin uşaqların yaş xüsusiyyətlərinə uyğun yazılmaması səbəbindən onlar repetitor yanında öyrənməyə məcburdular. 1-ci, 2-ci, 3-cü və 4-cü siniflər üçün yazılmış dərsliklər şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Belə ki, müəlliflər daha ciddi şəkildə elmi terminlərdən istifadə edirlər. Bir vərəqdəki informasiya yükü öyrənmə bacarıqlarından kifayət qədər artıqdır. Təhsil eksperti deyir ki, uşaqların ibtidai sinifdən repetitor yanına getməsi onların inkişafında da mənfi təsir göstərir. Çünki şagirdlərin dərsdən sonra da dərsə, yəni repetitor yanına getməsi səbəbindən istirahətlərinə vaxt ayıra bilmirlər. Mən hesab edirəm ki, ibtidai siniflər üçün dərsliklər dəyişməməlidir. Çünki əlifba eynidir, öyrənilmək üçün tələb olunan öhdəliklər eynidir, kurikulu məzmun standartları eynidir. Şagird sayında biz siniflərdə minimum endirməliyik ki, repetitorluq təbii ki, azalsın. Kamran Əsədov hesab edir ki, 4-5 ildən bir dərsliklərin dəyişilməsi də şagirdlərin repetitor yanına getməsinə öz təsirini göstərir. Elə bunu fürsət bilən bəzi müəllimlər də dərsdən sonra uşaqları ödənişli əsaslarla repetitor xidməti göstərmək üçün məktəbdə dərsə vaxt sərf etmirlər. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Gününüz xeyirli, uğurlu olsun dəyərli izləyicilərimiz və yeni iş həftəsidir. Yeni iş həftənizdə uğurlu olsun. Hətta dekabr ayının da ilk günüdür artıq. Bir neçə gündən sonra biz 2025-ci ilə vida deyəcəyik. Çalışaq ki, xoş xatirələrlə yadda qalsın. Bu il düzdür, mənim həyatımın belə keçli il olub 2025-ci il, amma ümid edirəm ki, sizin üçün çox yaxşı olacaq. Və dəyərli izləyicilərimiz, davam edirik.
Sosial şəbəkələrdə bir bağçanın görüntüləri yayıldı və bu bağça 98 saylı uşaq bağçası idi. Uşaq bağçasında özbaşınalıqdır, əti vəzifəlilər yeyir, söhbət bağçanın təbii ki, müdrəsindən, nə bilim, köməkçisindən, kimindən gedir, amma suyunu da uşaqlara verirlər, deyirlər. Buna şərh verməmişdən öncə materialı izləyək ki, ondan sonra təbii ki, aidiyyatı üzrə deyəcəklərim olacaq. Bu deməli uşaqlara süt verilirdi. Uşaqlara da mənə bildirildi ki, verməşə ilə düyüdür, amma əti yoxdur, hə müəllimə? Əti yoxdur yanında. Yəni azayırır, uşaqlar ac qalır, səhərdən axşamacan ac qalır bu uşaqlar burada. Yəni bu ət ayırmır uşağa. 20-30 nəfər uşaq bir damcı verməşə ilə düyü, axşam gəlir uşaq acından ölürəm evə. Yəni bu niyə verir axı? Bu pulsuz qrupadır, deyə bilirlər, nədir anlamıram. Niyə ət vermir axı bu yazsın? Və uşaqlara ətin verilməməsi ilə bağlı bir uşağın valideyni bu videonu çəkib. Birinci onu deyə bilərəm və bunu tam belə deyək də, ürək açıq bir şəkildə deyə bilərəm ki, bugün uşaq bağçalarına dövlət tərəfindən çox yaxşı qidalar verilir. Südü də verilir, əti də verilir, toyuq əti də verilir, qarabaşağı da verilir, osu-busu da verilir. Yəni, hər şey verilir bugün uşaq bağçalarına. Bəzisi icra hakimiyyətindən maliyyələşən uşaq bağçaları var ki, icra hakimiyyəti qarşılayır uşaqların qidalarını, bəzisi isə digər, yəni dövlət tərəfindən verilən qidalardır. Çox yaxşı. Məsələn, 98 saylı uşaq bağçasında heç kim deyə bilməz ki, onlara ət payı, toyuq payı, südü, kərə yağı və yaxud da ki, digər ərzaqları verilmir. Bunu heç bir bağçanın müdirəsi deyə bilməz. Amma ki, biz zamanla görürük uşaq bağçalarında uşaqlara verilən qidaların hansı şəkildə olduğu. 98 saylı uşaq bağçası kimi olan uşaq bağçalarının sayı çoxdur. Məsələn, qapıdan girib pəncərədən çıxan ərzaqları görmüşük uşaq bağçalarında. Fərasətli, belə deyək də, şəxslər çəkirlər və paylaşırlar. Hətta hansı bağça müdirəsinin maşınının arxasına sürücüsü vasitəsilə və yaxud da ki, orada o ambarda işləyən şəxs var da, o şəxs vasitəsilə dövlət tərəfindən uşaqlara verilən qidaların elə həmin an gəlib ora çatmamış, oradan çıxarıldığını dəfələrlə sosial şəbəkə üzərində görmüşük. Və bugün müdiri olan yerdə təbii ki, başqa bir müəllim yeyə bilməz uşaqların ət payını, mümkün deyil. Çünki hazır bişir və uşaqların qablarına çəkilir o qidalar. Heç bir müəllim bugün bağçada ət bişirmir və yaxud da ki, yemək pişirmir. Düzdür, orada materialı çəkən izləyici müəllimədən soruşur hanı bunların ətləri, amma müəllimə yəni sonuçda ət yeyən də deyil də. Yəni yeyər bir tikəsini, iki tikəsini də uşaqların bütün ət payını müəllimə yeyə bilməz. Bu müəllimə ilə bağlı olan problem deyil. Bu müəllimədə dayanan problem deyil. Bu 98 saylı uşaq bağçasının müdirəsində dayanan problemdir ki, anladığımız qədərilə müdirə az təminatlı ailədir. Müdirə sabah çörəyi necə alacağım fikirləşən ailədir. Müdirə sabah görəsən bir manatım olacaqmı işə gedib gəlim fikirləşən adamdır. Uşağımın ayaqqabısı cırılıb, görəsən ona necə ayaqqabı ala bilərəm? Axı mənim maddi imkanım ona yol vermir, düşünən müdirədir. Hər halda uşaqların payını yiyirsə, yox, yemək də deməyim, aparıb satdırırsa ayrı-ayrı mağazalarda, ayrı-ayrı marketlərdə və yaxud da ki, hara ki verir o ərzağı, o ərzağın dəyərində pul alırsa, bu müdirələr çox-çox kasıbdır. Maddi baxımdan kasıb deyil, mənəviyyat baxımından kasıbdır. Maddi baxımdan sən çox imkanlı ola bilərsən. Amma gözün aclısa, uşaqların payına nəfsin düşürsə, o qədər kasıbsan. O qədər kasıbsan və mənəviyyatı kasıb olan adamlar nə qədər xərcləyirlər, xərcləsinlər, mənəviyyatlarını zəngin eləyə bilməzlər. Həyatda bəzi şeylər var ki, pulla alınması qeyri-mümkündür. Mənəviyyatın kasıblığıdır, əqidədir, vicdandır, insanlıqdır. Pulla alına bilməz.
heç vaxt pulla alına bilməz. Yenə də deyirəm, milyonların olar ala bilməzsən. Uşaqların payını niyə mənimsəyirsiniz? Niyə yeyirsiniz dövlətin uşaqlara verdiklərini? Onsuz da yeyirsiniz də. Qab şampununu yeyin, stəkan pastasını yeyin, pol əskisini yeyin, pol ağacını yeyin, yağı yeyin, düyünü yeyin, əti yeyin. Nə qədər yeyəcəksiniz bu boyda da mədə? Yoxsa sizin mədəniz ölçüsüzdür, nə qədər yeyirsiniz, doymursunuz. Allah gözünüzü doydursun. Buradan gözkən bütün bağça rəhbərlərinə deyirəm, Allah gözünüzü doydursun. Bəzən amma Allah gözünüzü doydursun. Bugün uşaqlar, o balaca uşaqlar, bağçaya gələnlər, istəyir bu kiçik qrupda olanlar, istəyir orta qrupda olanlar, onlar yeməlidirlər də, gələcəkləri onların sağlam olsun. Yoxsa üstünün yağını siz yeyin, altının bulanıq suyunu uşağa verin, amma bu ilə uşaq böyüməz ki. Uşaq təbii ki, mədəsini tutub evə qaçacaq ki, ay ana acından öldüm. Tez mənə nəysə ver. Vallahi, nə bilim, Allah bizi qorusun. Mədəsi doyub, gözü doymayanlardan. Davam edirik. Masallı rayonunun Kürdəbas kəndindən izləyicimiz yazır qaynar xəttimizə. Mən Əliyev Hacı Ağa, hərbi təqaüdçüyəm, Masallı rayon Kürdəbas kəndində yaşayıram. Yaşadığım ərazidə 3 ədəd 10.000 voltluq xətlər keçir. Nasaz vəziyyətdədir, baxan da yoxdur, deyir. Əvvəlcə izləyicinin çəkdiyi materialı təqdim eləyək və ondan sonra rəsmi cavab var. Bununla bağlı diqqətinizə çatdıracağım. Deməli, bir 10.000 voltluq bu xətdir. Bir dənə bu ağac soba görürsünüz də, o da çürüyüb, salaq ediblər. Bu ikinci 10.000 voltluqdur. Yəni bu da gedir bu qaydada, bu istiqamətə. 10.000 voltluq, bu da mənim yaşadığım binadır. İndi o birisi 10.000 voltluğu da binanın qabağından keçən xəttə göstərəcəm. Bu da dediyim 3-cü 10.000 voltluq xətti, o daha lap yuxarıdakı məftilin çayniki də, yəni aşıq deyirlər, bərkidici deyirlər, daha əyilib sallanıb aşağıya. Ağaçların içərisindən. Bu da gedir, bu daha 5 metr arası yoxdur. 5 metr arası yoxdur. Hamısı bu qaydadır. Sonra 5 gündən sonra bu ağaçlara yağışda, qarda dəyir. Bu daha. Bu gördüyünüz yolka ağacın budağın quruyub. O xəttə dəyir. Onu bir dəfə gecəni qarda gəlirlər, sındırdılar ağacı. Ki, xəttə dəyir. Amma ola bilər, xəttə dəyişib. Məsələn, bu daha o yolun qırağından bu ana xətt gedir, orada qoşa bilərlər. Yəni, onlar öz işlərdə özlərini məsləhət bilərlər. Onların işi, bizə aidlərdə yoxdur. Amma deməyəm odur ki, hamısı bu bərbad vəziyyətdədir. Dəyərli izləyicilər, diqqətinizə çatdırım ki, bizim qaynar xəttimizə çox sayda işıq dirəkləri ilə bağlı problem gəlir. Düzdür, işıq dirəklərinin özünün yararsız vəziyyətdə olduğu, artıq belə deyək, o taxta şalbanlar var, onun çürüdüyü, ömrünün başa vurduğu ilə bağlı şikayətlər də gəlir. Və biz dərhal aidiyyatı quruma yönləndiririk, Azərqaza yönləndiririk. Uzağı 2 gün ərzində o taxta şalbanlar yenisi ilə əvəzlənir. Və yaxud da ki, məsəl üçün, digər indi problemlər var, hansı ki, o Azərişığın özünün əlindədir və bunu həll edə bilir. Və bu şəkildə evimin üstündən keçir yüksək voltlu elektrik xətləri. Evimin düz yanından keçir, nə bilim, qapımı açıram, transformatorun üzərinə çıxıram deyə bizim qaynar xəttimizə çox sayda şikayət gəlir. Və işıq məsələsi də çox ciddi məsələdir. Hər an yanğın baş verə bilər, hər an çox böyük bir faciə baş verə bilər deyə. Biz o problemləri efirdə işıqlandırmamış dərhal yönləndiririk Azərişığa. Çünki yeganə qurumlardan da Azərişıq ki və dərhal da onlar geri dönüş eləyirlər.
bu dəqiqə aidiyyatı üzrə tapşırıq verdiyi çözürlər, məsələn, problemi nədən ibarətdir, sizə geri dönüş eləyirik və yaxud da ki, məsəl üçün, bu problemdən xəbərdarlıq 2 gün ərzində həll olunacaq. Dərhal, məsəl üçün, Azərqaz dərhal geri dönüş eləmir adama və yaxud da ki, Azərsu dərhal geri dönüş eləmir, amma Azərşıq elə bir qurumdur ki, onlar həqiqətən də dərhal geri dönüş eləyirlər. Və mütəmadi biz bu problemləri yönləndirdikcə, Azərşığın mətbuat katibi, çox dəyərli Vaqif Aydınoğlu deyir ki, Səidə xanım, biz torpaq sahəsi olmayan bir qurumuq. Bizim heç yerdə torpağımız yoxdur ki, gedək deyək ki, məsəl üçün, burada transformator qoymaq istəyirik. Burada yüksək naqillikli xətləri olan dirək bastırmaq istəyirik. Bizim buna Azərişıq olaraq icazəmiz yoxdur. Biz haradasa əgər transformator qoyuruqsa və yaxud da ki, yüksək gərginlikli elektrik xətti çəkiriksə, biz oranın aidiyyatı qurumuna müraciət eləyirik. Şəhərin və yaxud da ki, qəsəbənin, kəndin, rayonun baş planına uyğun olaraq harada elektrik xətləri qoymaq mümkündürsə bizə yeri deyirlər və biz gedib orada deyir. Bəzən izləyicilərə elə gəlir ki, Azərişıq harada istəsə, gətirib orada transformator qoya bilir, gətirib orada dirək bastıra bilir. Yəni, bizim buna icazəmiz yoxdur. O ərazinin baş planına uyğun olaraq bizdə haradakı yer göstərirlər bizə, biz ora gəlirik, şalbanımızı da bastırırıq, dirəyimizi də bastırırıq və yaxud da ki, orada transformatorumuzu qoyuruq. Və bu izləyici gördüyünüz kimi, görüntünü verək zəhmət olmasa bura. Və bizi bu şikayəti də yönləndirən izləyici gördüyünüz kimi yeni bir evdir. Hətta onun fasadından da bilinir ki, yeni evdir. Bu o deməkdir ki, bu dirəklər bastırılandan sonra hansı şəkildə icazə alıblar? Çünki hər dəfə deyilir ki, yüksək gərginlikli elektrik xətlərinin altında ev tikmək olmaz. Dəmir yol xəttinin keçdiyi ərazinin tam yanında ev tikmək olmaz. Adamlar var ki, 1 metr məsafədə ev tikir. 2 metr məsafədə ev tikir. Və burada da yenə elektrik xətləri. 10.000 voltluq elektrik xəttindən gedir söhbət. Gəlib adam bu elektrik xəttinin altında ev tikir. Öz başına mı tikib, öz başına tikməyib. Yəqin ki, hansısa qurum icazə verib buna, çünki öz başına tikə bilməz. Düzdür, indi sabah bir yanğın baş verəndə Allah eləməmiş bu evdə. Aidiyyatı qurumlar deyəcək ki, icazəsi öz başına gəlib tikiblər. Amma yenə dediyim kimi, heç bir daşı daşın üstünə qoya bilməzsən, icazə almadan qurumdan. Yəni, bu mümkün deyil. Amma ki, bu şəkildə bunlar icazələrini alırlar. Eybi yoxdur, icazə ver, mən tikəcəm orada, heç nə olmayacaq. Nə bilim, yanmayacaq, ağacımızı elektrik naqilinə dəyib qurumayacaq deyərək evlərini tikirlər. Ondan sonra da deyirlər ki, bəs burada mənim həyətimdən yüksək voltluq elektrik naqili keçir. Bəs Azərşığa deyin bunun yerini dəyişsin. O gün birisi qapısını açır, transformatora dəyir adamın qapısını. Bunun şikayətini biz eləyir. Deyin ki, gəl transformatoru buradan götürsünlər. O ilə da bağlı aidiyyatı üzrə müraciət elədim. Yenə də Azərşığın mətbuat katibi, İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vaqif Aydınoğlu dedi, Səidə xanım, tamam, biz transformatoru oradan götürürük, amma çox xahiş eləyirik. Həmin izləyici getsin asan xidmətə, şikayətini bildirsin, torpaq sahəsi alsın, məsləhət görsün ki, biz transformatoru buradan götürüb bura qoya bilərik. Bütün xərclərini də özü qarşılasın, çünki bizə həmin rayonda göstərilən yer və verilən yer, məsəl üçün 3 metrdirmi, 5 metrdirmi, buradır. Və gəlin bura qoyun transformatoru deyilir. Biz transformatoru orada yerləşdirəndən illər sonra adam gəlir, hasarını uzadır, transformatorun tam deyirəm ki, darvazanın qapısını açır və transformatorun üzərinə çıxır adam. Məntiqli bir şəxs bu şəraitdə necə ev tikə bilər? Bu şəraitdə necə hasarını qabağa qədər çəkə bilər? Bu şəraitdə necə özünə darvaza qoya bilər? Bəzi problemlər çox təəssüf ki, insanların özündən qaynaqlanır. Mənim bu çıxışım zərrə qədər Azərqazın tərəfini tutmaq, Azərişığın tərəfini tutmaq, Azərsuyun tərəfini tutmaq, hansısa icra hakimiyyətinin başçısının tərəfini tutmaq, hansısa nə bilim nazir tərəfini tutmaq məqsədi daşımır zərrə qədər. Özünüzdə bilirsiniz ki, heç məndən çox o qurumlar tənqid edən yoxdur. Amma bir reallıq var da. Yəni gözümlə görürəm problemi. Necə ona deyim ki, yo, Azərişıq düzdür, gəlin kabeli dəyişin. Yüksək gərginlikli elektrik xətlərinin altında evinizi tikməyəcəksiniz bir mənalı şəkildə. Hamınız deyirsiniz, bu xətti götürsün, bura qoysun, bu xətti götürsün, bura qoysun. Onda belə çıxır ki, onlar da kör-körana gəlib hardan sarısa xət çəkiblərmi?
Amma hər şey baş plana uyğun aparılırsa, siz sadəcə çalışacaqsınız ki, evinizi 10.000 voltluğun altında tikməyəsiniz bir mənalı şəkildə. O torpağı buradan almayın, bir qədər orada alın. Nə bilim, darvazanızı aparıb transformatora dirəməyin, sonra deməyin ki, mənim nəvələrim burada oynayır, transformatora deyə bilər. Hay, başa sən transformatorun yanında niyə gəlb evi tikirsən ki? Başa düşürəm, yenə də bu ərazini sizə satanlar da var, bu torpağı satanlar da var və siz də icazəsini alıb ev tikirsiniz. Amma ki, yəni bu problemlər, bir daha deyirəm, 100 deyil, 200 deyil, 300 deyil, bizim qaynar xəttimiz ümumiyyətlə işıqla bağlı məsələlərdə doludur. Dərhal həllinə nail olduğumuz işıq problemləri də var. Dediyim kimi, yəni o haqlı şikayətlərdir və biz diqqətə çatdırmışıq, dərhal da həllinə nail olmuşuq. Amma bu şəkildə şikayətləri artıq bizə göndərməyin, hansısa bir şəkildə aidiyyatı qurumlarla razılaşmışsınız, orada torpaq sahəsi alıb ev tikimisinizsə, gəlib buradan naqili götürsünlər, ora çəksinlər, bura çəksinlər. Bir işıq dirəyindən, iki işıq dirəyindən getmir burada söhbət. İşıq dirəkləri bilirsiniz də, bir neçə metr məsafədən o naqillərlə bir-birinə calana uzanır. Yəni, bütün o kəndin işıq xətlərini sökmək, o işıq dirəklərinin yerini dəyişmək mümkün deyil ki, siz evinizi onun altında tikimisiniz, məhz ona görə. Davam edirik. Qaraçuxur qəsəbəsinin sakini Bincanov Eldar bəy bizə müraciət edir və Eldar bəy deyir ki, Səidə xanım, oğlum şəkər xəstəsidir. Hazırda deyir, burada iş tapa bilmədiyinə görə Türkiyəyə yollanıb və Türkiyədə işləyir. Amma deyir, mən gedirəm ki, onun şəkərlə bağlı, şəkərli diabetlə bağlı dərmanlarını alım. Mən atası olaraq onun dərmanlarını mənə vermirlər və mən bir ata kimi oğlumun dərmanlarını ala bilmirəm. Mənə deyirlər ki, etibarnamə versin oğlun sənə. Oğlum Türkiyədə, mən isə söyləyir ki, Bakıdayam. Oğlum mənə necə etibarnamə versin, xahiş eləyirəm bunu işıqlandırın, deyir. Mən Bincanov Eldar, Qaziloğlu, Qaraçuxur qəsəbəsində yaşayıram. Oğlum 14 yaşından şəkər xəstəsidir, 2 cür insulin qəbul edir. Türkiyə gəmiçilikdə müqavilə bağlayıb 6 aylıq Türkiyəyə işləməyə gedib. Mən onun dərmanlarını 43 nömrəli poliklinikadan ala bilmirəm. Deyirlər özü gəlsin. Orada bir elan yazıb vurublar ki, hökman etibarnamə lazımdır. Mən valideynəm, mən atayam. Buna nə etibarnamə? Dərmançı. Baş həkimə qədər müraciət eləmişəm, dərmanı vermirlər. Baş həkimə qədər müraciət edib, ağsaqqalın özü qeyd elədi. Düzdür, mən indi belə deyək də, o səhiyyə sahəsində bu tələbləri tam dəqiq bilmədiyimə görə başqa heç nə deyə bilməyəcəm. Amma ki, adamın övladıdırsa və o Türkiyədədirsə, ona etibarnamə verməsi məsələsi də çətinlik yaranacaq. Belə çıxır ki, həmin şəxs üçün dövlət tərəfindən nəzərdə tutulan dərmanlar da elə həmin poliklinikada qalır. Hər halda biz yenə buradan həmin izləyicimizin problemini, şikayətini, Bincanov Eldar bəyin şikayətini təqdim elədik. İndi daha gerisi qalır aidiyyatı qurumların üzərinə. Zərdab rayonu Qoruqbulaq kəndindən müraciət edir bizə izləyici. Mehdiyeva Validə xanım deyir ki, Səidə xanım, evimin qabağında su kanalı axır. O da deyir, tutulub, dolub. Ona görə də tutulub. Kim həyətindən su açır, kim həyətində nə iş görürsə, əkinini suvarırsa, kanalizasiyasının da suyu daxil olmaqla gəlib, dolur bizim həyətə, yəni tökülür bizim həyətə. Arxın, axan yeri olsa belə olmaz. İnanın, yayda burada üfunət iyindən dayanmaq olmur. Arx tutulduğuna görə arx rolunu həmin bu izləyicinin həyəti oynayır deyə bilərik. Mən Zərdab rayonunun Qoruqbulaq kəndində yaşayıram. Mehdiyeva Validə Yahya qızıdır. Sizdən xahiş edirəm. Mənə köməklik göstərəsiniz. Zərdab rayonunun Qoruqbulaq bələdiyyəsi Urvaq müəllim bizə baxmır. Müraciətlərimizi qəbul eləmir. Mənim evimin qabağından belənçi su kanalı var. Onun qabağı tutulub. Vətəndaşlar sahələrinə, evlərinə su açanda belənçi su daşır, şişir. Evimin qabağında gölməçə yaranır. Yayda demək olar ki, üfunət iyisindən oturmaq olmur. Çöl həyətdə oturmaq olmur. Zərdab rayonunun həftənin 5-ci günü qəbula getdim. İcra hakimiyyətinə Mərdan müəllim həkim bizə köməklik göstərsin. Mərdan müəllim vətəndaşları qəbul eləmədi.
Zərdab rayonunun bir daha qeyd eləyirəm, Qoruqbulaq kəndindən olan izləyicimiz idi. Mərdan müəllimin deyəsən dedi qəbuluna düşdüm, səhv eləmirəmsə, düzmü eşitdim mən. Çünki çox asta səslə danışır izləyicimiz. Zərdab rayonunun Qoruqbulaq kəndindən olan izləyicimiz Mərdan müəllimin qəbuluna gedib, amma bilmədim Mərdan müəllim kimdir. Yəqin ki, icra nümayəndəsi böyük ehtimal ki, kənddə və yaxud da ki, orada bələdiyyə sədridir. Hər kimsə Mərdan müəllimin qəbuluna gedib. Mərdan müəllim də deyir ki, ümumiyyətlə insanları qəbul etmir. Yəqin ki, vaxtı yoxdur, yəqin ki, daha ciddi işlərdən məşğuldur, insanların problemini eşitmək və yaxud da ki, mənim kimi təzyiqini qaldırmaq istəmir adam. Ona görə də qapısını bağlayıb orada heç bir şikayətçini qəbul etmir. Ümid eləyirəm ki, bizim bu materialı işıqlandırmağımızdan sonra Mərdan müəllim qapısını açacaq, ara bir pəncərəsini də açacaq ki, heç olmasa otağının havası dəyişsin. Yeri gəlmişkən bizim bəzi məmurlar var ki, onlar otaqlarının havasını dəyişmirlər. Ona görə də ara sıra onlar da özlərini pis hiss edirlər. Ona görə də arada bir qapınızı açın, arada bir pəncərənizi açın, arada bir otağınızın havasını dəyişin, bir o deyirik hava oynasın içəridə, qoyun bir hava oynasın içəridə. İndi şikayətçi orada pəncərədən girəcək, şikayətçi orada qapıdan girəcək, onu bilmirəm. Amma ki, açın ara sıra, insanları da eşidin və buradan həmin o Mərdan müəllimə üzümü tutub demək istəyirəm ki, bizim dəryazımız olsaydı, özümüz alardıq əlimizə, gələrdik Zərdab rayonunun Qoruqbulaq kəndində həmin bu dolmuş arxı təmizləyərdik və yaxud da ki, orada qamışlar var, o qamışları biçərdik, amma çox təəssüf ki, bizdə bir mikrofon var, bir də kamera var, o ilə də onu həll eləmək olmur. Amma siz istəsəz və buradan eşitsəz, bu problemi həll eləyərsiniz. Ümid eləyirəm ki, yaxın 2 gün ərzində bu problem öz həllini tapdı deyə buradan xəbəri izləyicilərin də diqqətinə çatdıracağıq. Şirvan şəhəri Köhnə Şəhər Əzbəyev küçəsindən izləyicim. Necə? Aha, bu həll olunmuş məsələ, bəli. O hansı ki, o kanalizasiya, uşaqlar ağ düşüb, qara çıxırdı, deyirdi izləyicimiz. Onunla bağlı xəbəri oxudum. Deməli, qaynar xəttimizə Sumqayıtın Corad qəsəbəsindən avtobus problemini təkrar göndərib izləyici və deyir ki, biz çox əziyyət çəkirik. 2 nömrəli avtobusdan şikayət eləyir, 12 nömrəli avtobusdan şikayət eləyir və deyir ki, bu avtobuslar çox gec işləyir. İşə də gecikirik, evimizə də gec çatırıq və xahiş eləyirəm bu məsələni bir daha işıqlandırın deyə video çəkib təkrar qaynar xəttimizə atıb bir daha işıqlandıraq. Sumqayıtdan Corad qəsəbəsindən narahat eləyirəm. Neçə saatdır marşrut gözləyirəm, axşam saatıdır, saat 6-ın yarısıdır. Yəni marşrut gözləyirəm, gəlmir. Xahiş edirəm nəqliyyat müdürlüyünə şikayətimizi bildirin ki, onlar bu işlə baxsınlar da, niyə bu marşrutlar niyə belə gec işləyir? Gözləməkdən nə qədər adam gözləyə. İnsanlar çalışırlar ki, işə də vaxtında çatsınlar. Çünki bəzi yer var ki, orada necə deyərlər, üst tanıma var və yaxud da ki, barmaqla keçid var. Bir neçə gün gecikəndə artıq o sənin aylıq aldığın maaşa da təsir göstərir. Və ona görə də insanlar çalışırlar ki, işə vaxtında çatsınlar. Heç belə deyək də, barmaq izi yoxdursa, heç kim rəhbərliyin sözünü götürmək istəmir. Özünə hörmət edən şəxslərdən gedir. Adam var ki, elə hər gün işə gecikir, hər gün deyildi şeyi deyirlər, amma ki, o necə deyərlər, heç bir halda adam dəyişmir ki, dəyişmir. Çox yatmağı sevənlər də var ki, yuxudan ayıla bilmirlər, buna görə də işə gecikirlər. Amma bəzi adamlar da var ki, onlar məsuliyyətlidirlər, vaxtında işə getmək istəyirlər. Amma sənin gözlədiyin marşrut 15 dəqiqədən bir gəlirsə, 20 dəqiqədən bir gəlirsə, artıq sən nə qədər evdən tez çıxsan da yenə də işə gecikmiş olacaqsan. Bir ara 2 nömrəli marşrutların intervalını normal eləmişdilər və onlar bir neçə dəqiqədən birdən, 4 dəqiqədən bir, 5 dəqiqədən bir işləyirdilər. Və bilirdin, getdiyin məsafəni qət eləyə bilirdin. Bir də onu diqqətə çatdırım ki, 2 nömrəli marşrut, əgər səhv eləmirəmsə, zavodlar deyilən ərazidən gəlir, orada Coratın içərisi ilə, sonra Novxanlı yolu ilə hərəkət edir. Yəni, uzun bir yol qət eləyən avtobusdur. Və belə də olanda artıq belə avtobusların intervallarını daha qısa etmək lazımdır. 12 nömrəli avtobusu çox dəqiq deyə bilmərəm. Sadəcə 2 nömrəli avtobusdan zamanında özüm də çox istifadə eləmişəm, ona görə bilirəm. Amma 12 nömrəli avtobusdan bağlı bunu deyə bilmərəm. Hər nə olmasından asılı olmayaraq izləyici deyir ki, gec gəlir və biz bir neçə saat gözləməli oluruq. Yəqin ki, saat yox, dəqiqə ilə gözləməli olur. Çünki ola bilməz ki, bir saatdan bir hansısa marşrut işləsin. Hər halda növbəti dəfə problemi diqqətə çatdırdıq.
Davam edirik dəyərli izləyicilərimiz. Proqramımızın son bölümündə bizi izləyənlər, sizin də sabahınız xeyirli, gününüz uğurlu olsun. Qaynar xəttimiz 077 379 07 47-dir. Şikayətlərinizi video formatında çəkib bizə göndərməyi unutmayın. Bu verilişimiz artıq 2 aydan çoxdur ki, gedir. Hələ indi sizə təqdim eləyəcəyim video qədər və problem qədər mənə təsir eləyən ikinci bir şikayət olmamışdı. İsmayıllı rayonunun Ağbulaq kəndindən bir izləyicimiz video çəkib və qısaca olaraq yaşayış şəraitini bizə göstərib. Amma qeyd edeyim ki, bu onun 6 ildir çəkdiyi əziyyətdir. Və deyir ki, izləyici, 2019-cu ildə baş verən zəlzələdən sonra evim pis vəziyyətə düşüb. Yaşayış şəraitin pisdir, evim təmirsizdir deyə çox izləyicilər bizim qaynar xəttimizə video atırlar. Amma demişəm, mənim də evim pisdir, amma ki, mən bunun şikayətini heç kimi eləmirəm. Yəni, tutaq ki, remontsuzdur, harasa uçub sökülübsə, bu mənə aid olan problemdir. Bunun kiminsə bilməsinə ehtiyac yoxdur. Ona görə kiminsə evinin pis olması, qapısının pəncərəsinin olmaması problemini buradan işıqlandırmamışıq. Bundan sonra da işıqlandırmayacaq. Amma bu məsələdə əsas məğzundan ibarətdir ki, adamın evi bu vəziyyətə 2019-cu il baş verən zəlzələdən sonra düşüb. Və yaşanılası ev deyil. Hər an uça bilər ev və hər an o evdə çox böyük bir insan itkisi yaşana bilər. Onsuz da videonu sizə təqdim eləyəcəyik, görəcəksiniz. Amma bu məsələdə ən ürək ağrıdan ondan ibarətdir ki, İsmayıllı rayonunun icra başçısı, eyni zamanda İsmayıllı rayonu üzrə seçilən millət vəkili, bir qədər sonra adlarını da verəcəyik, şəkillərini də göstərəcəyik. Heç biri bu xanıma kömək etmir. Millət vəkili Novruz Aslan seçkilərdən öncə gəlib, evinizi təmir eləyəcəm, mənə səs verin filan, sizə yeni ev tikəcəm. Elə ki, seçilib Novruz Aslan, ondan sonra deyib ki, nə ev tikmək? Yox, bir işim gücüm qutarıb. Sizə bir evdə mi tikəcəm? Gələn yaxşısı şikayətçinin öz dilindən eşidək, onun ardından davam eləyəcəyik. Mən İsmayıllı rayonunun Ağbulaq kənd sakini Tahirova Nazilə İbrahim qızı. 2019-da bu ev zəlzəli olub, evim bu günə düşüb. Bu gördüyünüz evə əgər ev demək olarsa, bu evdə 5 nəfər yaşayır. Yoldaşım, özüm və 3 uşağım. Baxın, görün, bu evdə yaşamaq olarsa, bu evdən bütün İsmayıllı rayonunun aidiyyəti qurumları hər birinin xəbəri var. Bizimlə heç kim maraqlanmır, heç kim bizimlə yaxın gəlib bir soruşmurlar da. Hər bir dəqiqə, hər bir an dağıla bilər. Yağış yağanda evin içinə yağır, külək olur, qorxuruq. Hər dəqiqə uçula bilər, altında qalıb ölə bilərik. Mən qorxa-qorxa 8 ildir bu uşaqlarımı bu evdə saxlayıram. Keçən il 2024-də Novruz Aslanov müəllim bura gəlib bu ev həyətə maraqlanıb. Bizə dedi ki, siz üçün 2 otaqlı ev tikiləcək. Seçiləndən sonra dedi, bala, mən sizin cibimdən siz üçün ev tikəsi deyiləm ki, gedin öz başınızın çarəsinə baxın. Aparıb ərizə ilə müraciət edirəm, mənim ərizəmi ya cırırlar, ya da ki, qaytarıb özümə verirlər ki, hər səni kimlərə mən ev tiksəm, gərək kəndlərdə şəhər salıb. Xahiş edirəm sizdən ki, mənim evladlarım bu dağıntılar altında qalıb ölməsin. Azərbaycanın mərd oğullarından, mərd qızlarından kömək istəyirəm ki, balalarıma heç nə olmasın. Bir ovuc qar yağsa, uçub töküləcək, balalarım qalacaq altında. Yağış yağanda mənim balalarım suyun içində yatır. Damır, tökülür. Bu dəqiqə sözümün bitdiyi yerdir. Görün, bir baxın, baxın, görün, baxın. Bu evimin üstü. Hər tərəfi bax, budur mənim evimin üstü. Budur mənim yaşayışım. Mənə deyirlər ki, burada yaşayış yoxdur. Yaşamıramsa mənim diriyim. Hər şeyim bu evdədir. Qaz deyirəm, qazımızı çəkmirlər ki, ev sürüşür, təhlükə ola bilər, nəsə yaxşı. Ev sürüşür, ya mənim evimi tikir, ya qazımı çəkir. Heç nə eləmirlər biz üçün. Budur, bax.
İçerisi bundan beter. Bu mənim evimin iç görünüşü. Zaldan otağa keçən yeridir. Bax, taxtanın üstünə o biri otağa keçirik. Bəli. İsmayıl rayonu Ağbulaq kəndindən olan izləyicimiz bir daha üzərinə gəlirəm. Hələ mənə bu şəkildə təsir edən şikayət olmamışdı. Və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov. Nahid müəllimin fotosunu verək, zəhmət olmasa monitora. Və Nahid Bağırov gördüyünüz kimi cavan icra başçılarından biridir. Yəni ilk baxışdan fotosu belə bir təəssürat yaradır ki, o insanları eşidən, insanların yanında olan, bəlkə də indi İsmayıllı rayonundan müəyyən zənglər gələcək bizə. Elə TikTok üzərinə izləyicilərim yazacaq ki, həqiqətən yaxşı icra başçısı da ola bilər. Kiminin halına acıyırsa, sənin üçün yaxşıdır, kiminin halına acımazsa, sənin üçün pisdir. Eynən mən bəziləri üçün yaxşı aparıcıyam, çünki problemlərini həll eləyirəm, sözlərini deyirəm. Bəziləri sevməz, çünki onların maraqlarına toxunuram haradasa. İndi eyni şey də icra başçıları ilə bağlı da ola bilər. Amma sırf bu şikayətə gələndə mən düşünürəm ki, azacıq vicdanı olan icra başçısı bu adamın ev məsələsini həll etməliydi. Borc tapardı, kiməsə ağız açardı. Amma eləyərdi çünki vicdanı var. Nahid Bağırov vicdanı olmayan icra başçısıdırmı? Bunu da demirəm, yenə də deyirəm, ola bilsin ki, izləyicilər deyər ki, çox yaxşı icra başçısıdır. Hər halda mən düşünürəm ki, gənc icra başçıları yerlərdə hansısa yaxşı əməllərini görmək istəyirlər. Belə yadda qalmaq istəyirlər. Nisbətən yaşlılar ola bilər ki, məsələn, hansısa yaşlı icra başçısı deyər ki, 40 ildə onsuz da fəaliyyət göstərirəm. Yenə də sevməyənlər oldu məni. Bundan sonra da 1 il, 3 il bu vəzifədə olacam, olmayacam. Artıq, yəni belə deyək də, başımı ağrıtmıram kiminsə probleminə görə. Ola bilər belə yanaşanlar olsun. Amma ki, gənc icra başçılarının yanaşma tərzi başqa olmalıdır. Gənc olmaq enerjili olmaqdır. Gənc olmaq insanları daha yaxşı duymaqdır mənə görə. Amma bəzən baxırsan ki, elə deyil. Niyə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və yaxud da ki, onun həmin ərazi üzrə nümayəndəsi bu xanımın problemini görməzdən gəlir? Xanımın problemi evi öz-özünə uçsaydı, mən burada bunu heç işıqlandırmazdım. O qədər belə videolar gəlir ki bizə. Səidə xanım, evimiz pis vəziyyətdədir, köhnə evdir təmirinə. Biz ev təmirinə eləmirik ki burada. Biz insanların problemini işıqlandırırıq. O problem çox adamda ola bilər. Amma bu məhz 2019-cu ildən zəlzələnin dağıtdığı evdirsə, nəyə görə siz bu evin bərpa olunmasına səy göstərmirsiniz? Zəlzələ zamanı, sürüşmə zamanı, təbii fəlakətlər zamanı, sel və digər yaşananlar zamanı əziyyət görən insanların, ziyan dəyən insanların problemi ilə bağlı Cənab Prezidentin də göstərişi var. Zəlzələdən kimin evi əziyyət çəkibsə, bəzilərinin evi təmir olunmalı, bəzilərinə yeni ev tikilib verilməlidir ki, burada heç təmirdən söhbət gedə bilməz. Burada yeni ev tikilib verilməlidir, çünki ev ümumiyyətlə yox səviyyəsindədir. İndi gələk həmin ərazidən, İsmayıllı rayonundan seçilən Milli Məclisin deputatı Novruz Aslana. Və izləyici söyləyir, Novruz Aslan seçki qabağı gəldi, dedi sizə 2 otaqlı ev tikib verəcəm. Seçkilər bitəndən sonra görüşdük, adam dedi ki, mən sizə niyə ev tikib verməliyəm ki? Mənim sizə ev borcum mu var, deyir. Normaldır, seçilənə qədər namizədliyini verən hər kəs sənin qapına 10 dəfə gedər gələr, yetər ki, ona səs verəsən. Elə ki, seçildilər, burada mənəm Bağdadda Kör Xəlifə çox deputatın yanaşma tərzi bundan ibarətdir. Və bəzən elə gülünc məsələləri çıxardırlar o Milli Məclisə müzakirəyə. Baxırsan ki, bu kimə lazımdır? Cəmaatın dərdi səri qalıb qıraqda bunlar nəyi müzakirə eləyirlər? O gün Razi Nurullayev baxıram, çıxış eləyir. Elə bil ki, bizim müğənnilərin açıq-saçıq geyimindən başqa problem yoxdur elə. Hamı müğənnilərin açıq-saçıq geyimindən danışır. Deyirəm, ya Rəbbim, bir deputatın yanaşma tərzinə bax. Deputat bu sözü ilə nəyi ifadə edir? Deputat bu sözü ilə nəyi demək istəyir?
Çox üzr istəyirəm. Əxlaqsızı dəstəkləməkdir. Əxlaqsızlığı daha doğrusu dəstəkləməkdir də. Açıq danışana göz yum, söyüş söyənə göz yum, anasını aşağılayana göz yum. Nə bilim, pis vərdişləri açıq onun təbliğatını aparanlara göz yum. Hər şeyə göz yumaq nə olacaq? Axırımız hara gedəcək ki? Və Razi Nurullayev, cəmiyyətdə o qədər ciddi problemlər var ki. Və siz hansısa müğənnilərin geyiminə haqq qazandırırsınızsa, pes yani türklər demiş. Görün bizi Milli Məclisdə təmsil eləyənlər kimdir? Biri gəlir deyir, məni seçəcəksən və mən sənə 2 otaqlı ev tikəcəm. Ondan sonra seçilir deyir, mən niyə sənə ev tikməliyəm ki? Novruz Aslan və bir daha qaydıram, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov. Və məsələ burasındadır ki, həmin xanımın evinin görüntülərini verin zəhmət olmasa. Və məsələ burasındadır ki, həmin bu xanımın şikayət ərzələrini ya özünə qaytarırlar, ya da ondan sonra cırıb atırlar. Dediyim kimi, vicdanın yoxdursa bu problemlərin hamısına göz yumacaqsan və bəlkə də ələ salıb gülür aidiyyatı adamlar bunu. Düzdür, mən heç bir icra hakimiyyətinin başçısına yaraşdırmaram hansısa imkansızı evi başına uçan birisini ələ salsın gülsün, amma inanın ki ona gülənlər də var. Əşi bu da bizi bezdirdi qeyib gəlməkdən deyənlər də var. Və mən ümid eləyirəm ki, bu xanımın ev məsələsi madam ki təbii fəlakət nəticəsində olub, zəlzələ nəticəsində dağılıb evi və siz zəhmət çəkib İsmayıllı rayon icra başçısı və o kənddə olan nümayəndəliyini zəhmət çəkəcəksiniz, bu evin təmirini də eləyəcəksiniz. Və yaxud da ki, sürüşmə zonasıdırmı, sürüşən ərazidirmi, başqa bir ərazidə adama 2 otaqlı ev tikib verəcəksiniz. Hər halda bu evlə bağlı problem həll olunana qədər də burada biz bunu işıqlandıracaq. Bəlkə də İsmayıllı rayon İcra Hakimiyyətinin həqiqətən də, belə deyək də, o kassası boşdur. 1 qəpiyi belə yoxdur. Əgər boşdursa, o zaman siz rəsmi şəkildə bizə deyin ki, bizim o evi təmir elətdirməyə imkanımız yoxdur və mənim çox saylı izləyicilərim var. Mən yaxşı Azərbaycan oğullarından, qeyrətli Azərbaycan oğullarından xahiş eləyəcəm ki, həmin xanıma 2 otaqlı ev tikib versinlər. Ümid eləyirəm ki, artıq bundan başqa sizə nəsə bir söz deməyə ehtiyac yoxdur. Çünki deyirlər ki, Arifə bir işarə kifayətdir. Düzdür, biz bəzən burada 10 işarə ilə göstərmək istəyirik Ariflərə demək istədiklərimizi, amma çox təəssüf ki, bəzən eşitmirlər. Belə dəyərli izləyicilərimiz, bugünkü proqramımızın sonuna gəlib çatdıq. Dekabr ayının 1-i efirimizi beləcə sonlandırırıq. İnşallah ki, sabah Allah qismət etsə, yenidən sizinlə görüşəcəyik. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun və Xəbərin İzində proqramından sonra mütləq Tarix Əliyevin Tarixin Bir Günü proqramını izləyin. Bildiyim qədərilə orada bir çoxunun sevimlisi olan xalq artisti Röya Ayxan qonaq olacaq. İzləyin, çox maraqlı bir efir olacaq. Görüşmək ümidi ilə sizdən ayrılıram. Allah'a əmanət olun.